Aziz izleyiciler, bugünkü dersimizdə mən deməli asıllıq modulundan danışacağım. Video dərslərimizdə asıllıq modulu var. Onun haqqında məlumatlar verilib. Mən onu deməli digər formasını sizə göstərəcəm, nümayiş etdirəcəm. Şimdi mən onu istəyirəm bu ekranı düzəldim. Deməli, bax, burada bir şey görsənsin, bütün proqram görsənsin. Burada da bunu bax belə çəkim aşağı. Vaxt aparır bu. Vaxt aparandır. Böyle tapım, böyle gençim aşağıda. Ki bunda kaldır, yukarı görsənsin, bütün ekran görsənsin. Bu videonu çəkəndə burada da görsən görünmür. Bir baba bu videonun özünün deməli təmkinləyici elementi deyil. Bunu da kaldırmaq lazım. Yukarı. O deməli nədir? Bax o videonun deməli bax bu burada iki dənə detal hazırlamışıq. Bu detalın bir, bu yığma detaldır. Bax burada görürsünüz, burada Rusiyada yazılır sborka. Deməli burada detallarımız hansıdır? Bax burada mən göstərirəm. Burada detalın biri bax budur. Bax bu görürsünüz rəngi dəyişir. O birisi detalımız isə budur. İndi bunların arasında, indi mən burada nümayiş etdireyim, siz görəsiniz. Bax görürsünüz, bunlar üst-üstə oturmuyor. İndi biz ona asıllıq deməli verməliyik ki, onlar geçsinlər, istədiyimiz biz asıllığı buna alaq. Bax görürsünüz, burada sərbəstdir. Bunlar da, bunu mən vermişəm baza. Deməli, onu da nətər vermişəm, mən də göstərməliyim sizə. Sağla vururuq, burada görürsünüz, bazalı yazır burada. Bu baza olmayanda, bunu quşu götürəndə bu da sərbəst. İndi bunu mən sərbəst edirəm, baza verirəm ki, baza bu tərpənməsin. Biri, detalın biri tərpənsin, o isə yox. Bax, bu tərpənir. Bunlar, bu isə yox. İndi bunu gətirib oturmalıyıq bunun üstünə, asıllığı verməliyik. Onda bax, burada asıllıq bu bölmədədir. Deməli, bu yığmadır. Onu bilməlisiniz. Bax, bunu vururuq. Deməli, bizdə nə edirik? Bax, burada bunun üzünü, istəyiriksə, bax, buranı gətirib oturduraq bura. Yaxud bunun alt hissəsini, bunu sağına vururuq. Burada sərbəst fırlanma deməli var aləti. Bax, onu qaldırırsan yuxarı, mouse'un sol düyməsinə. Deməli, bax, buradan vururuq. Bax, buradan bunun altını, bunu gətirib bunun üstünə. Gördünüz, oturdu. Bunu qəbul ediriksə, deməli, bir dənə asıllığı biz yaratdıq. Bax, burada. İndi buradan yandan baxırıq. Görür ki, bunun üstündədir. Bax, görürsünüz, bunun üstündədir. Bu üstdən görünmür, bilinmir. Amma yandan yaxşı göstərir. İndi burada sərbəstlik dərəcəni bizim görürsünüz, bir dənəsini verdik. O hansıdır? Bunun ikisi üzlər bir-birinin üstünə oturdu. İkinci sərbəstlik deməli dərəcə. Bunu açırıq, bax bu asıllığı. Deməli bunu veririk. Bax bunu veririk buradan, yanlarını. Bax gördünüz, gəldi, oturdu bura. Qəbul elədik. Deməli burada iki dənə deməli asıllıq verdik buna. İndi burada sərbəstliyi bilməkdən ötəri biz girməliyik, bax buradan, bax burada zborkada, bax buradadır, bax görürsünüz, burada variantlar var. Bax bu analiz edirik bunu, sərbəstliyin analizi. Baxırıq, burada görürük ki, bax bir dənə deməli sərbəstlik var burada qalıb. İndi onu yoxlamaqdan ötəri quşu qoyuruq bura və bunun üstünə vururuq. Bax görürsünüz, deməli burada göstərdir ki, sərbəstlik ancaq belədir. Bax görürsünüz, gözü göstərdir. Üstünə vuranda çəkirik. Bax, göstərdir. İndi mən buradan, bax, burada sərbəstlik, bax, burada vermişik. İki dənə sərbəstlik, iki dənə asıllıq var. Birini götürürük. Bax, bunu mən götürürəmsə əgər, bax, bunu sağla vurdum, udarit elədim, yəni sildim. Vururuq bura. İndi mən vururam, bax, burada yenə bu sərbəstliyi yoxlamaqdan ötə vururam vurursana. Baxın, görürsünüz, deməli, üç dənə sərbəstdir. Deməli, biri bir dənə asıllıqdır.
Deməli, o nədir? Bunun üzlər bir-birinə oturubdur. Yandan baxırıq, bax burada. İndi mən buradan vururam bunun üstünə. Görürsünüz, bax belə fırlanır. Ox ətrafında da fırlanır. Deməli, 3 dənə sərbəstlik dərəcəsi var bunun. Bir dənə asıllıq. Bax, bu bir dənə, görürsən, burada yazılır, bax, fırlanma, pavarot. Bir də bax, burada yazılır, peribrazavayla, yəni 2 dənə də burada sərbəstlik burada var. Bir bu, bir də bu. 3 dənə sərbəstlik deməli var. Bunu quşu qoyanda bura. Bax, bunu təyin edirik. İndi mən təzədən bunu əgər qaytarıram dalasa, bax, burada deməli, asıllığı verirəmsə, onda, bax, görürsünüz, bax, belə, bu yenə də buradan vermək lazımdır, ya da qaytarmaq lazımdır dala. Bax, burada, bax, bunu qaytarmaq lazımdır dala ki, o sərbəstlik, deməli, olmasın. Bax, bunu vurduq bura. Hə, bu deməli, bununlandır, bax, belə. Vurduq. İndi yenə də burada 2 dənə, deməli, asıllıqdır. Nədir? Üz-üzə oturub, bir də bax, bunun deməli, tares deyirlər buna. Qırağı bununla bərabərdir. Bax, buradan göstərdik indi qabaqdan. Bax, görürsünüz, bax, bura qırağı bərabərdir. Üst-üstə, deməli, qıraqlar düz üst-üstə düşür. Bax, belə sərbəstlik. Buradan, deməli, qısa videomu mən sizə göstərməklə sizi məlumatlandırdım ki, bax, burada sərbəstliyi yoxlamaq üçün, bax, burada dinamik, bax, bu dinamik, deməli, asıllıqlardır bunlar. Deməli, burada göstəririk. Burada sərbəstlik dərəcəsini yoxlamaq üçün aşağıdan ikincidir. Bununla belə, deməli, videonu mən bitirirəm. Sağ olun. Belə çalışarım ki, belə qısa videoları verəm. Sizə aydın olsun. Deməli, proqramda hansı sərbəstlik dərəcələrini yoxlamaq üçün və ya asıllığı yoxlamaq üçün necə edirlər. Sağ olun. Yeni video dərslərimizdə sizinlə görüşmək ümidi ilə salamat qalın.